İrəvanın ermənilərə hansı şəraitdə verilməsi Azərbaycan xalqı üçün doğru düzgün əks olunması həyati əhəmiyyətə malikdir. Bunu Reala müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru akademik Yaqub Mahmudov dedi. Akademikin fikrincə ölkə başçısı real tarixi həqiqətlərə və ilk mənbələrə əsaslanaraq dəfələrlə bütün dünyaya birmənalı şəkildə və qətiyyətlə bəyan edib ki, ermənilər Azərbaycan Xalq Cümhuriyyətinin onlara verdiyi İrəvan və ətraflarını əhatə edən Azərbaycan torpaqlarında bir dəfə özlərinə dövlət yaradıblar. Azərbaycan öz ərazisində təcavüzkar Ermənistana ikinci erməni dövləti yaratmağa imkan verməyəcək. Ermənilər bizim torpaqlarımızı işğal ilə gəlirlər. Bu gün təkcə Dağlıq Qarabağ tarixi torpağımız yox, onun ətrafındakı rayonlar da işğal olunub, adlar dəyişdirilir və bizim bütün abidlərimiz məhv edilir, toponimlərimizin adı dəyişdirilir. İndi xalq, elm, Azərbaycan dövlətinin başçısı nə etməlidir? Ancaq Qarabağla məşğul olmalıdır. Xeyr, ermənilərə bildirilməlidir ki, siz Azərbaycan torpağında oturubsunuz. Siz İrəvan bizim şəhərimizdir. O şəhəri bir vaxt bizə Cümhuriyyət dövründə sizə verilib. Ətrafında nə qədər vermişik? 9000 kvadrat kilometr. İndi nə qədər əraziniz var? İndi o bir ərazilər hardan olur? Hamısı Azərbaycan torpaqlarıdır. Dövlət başçısının tövsiyə və tapşırıqları əsasında Tarix İnstitutunda İrəvan, Qarabağ və Naxçıvanın tarixinin araşdırılması istiqamətində aparılan tədqiqatlar daha da genişləndirilib. İrəvan və ətrafındakı Azərbaycan torpaqlarının ermənilərə verilməsi ilə bağlı bir sıra yeni sənədlər və maraqlı faktlar aşkar olunub. Tarix İnstitutu əldə olunan sənədlər əsasında bir neçə kitabların çap olunmasına nail olub. Kitablar xarici dillərə tərcümə edilib. Bəs necə olub ki, tarixən Azərbaycan ərazisi olan İrəvan mahalı ermənilərə verilib? Azərbaycan Milli Hərəkatının üzvlərini 1918-ci ildə belə qərar vermələrinə nə səbəb olub? Kimin ərazisində onlar dövlət yarada bilərdilər? Bəli, Gürcülərin arxasında Almaniya dayanmışdı. Mən onu da qeyd edeyim ki, bir xristian həmrəyliyi məsələsi də var. Mən bunu biraz bərkdən demək istəyirəm. Bərkdən demək istəyirəm ona görə ki, bir sıra dövlətlər, xristian dövlətləri, böyük dövlətlər bu Azərbaycanın hesabına, bütün mübahisələri bizim hesabımıza həll etmək istəyirdilər. Bəli, erməni məsələsi beynəlxalq məsələyə çevrilmişdi və böyük dövlətlərində Antanta, buradan Çar Rusiyası, o yandan Fransa, o yandan İngiltərə, o yandan Amerika Birləşmiş Ştatları, Almanya da ona razı idi. Bəli, erməni məsələsi ciddi məsələdir, çünki ermənilər eyni kökdəndirlər, xristian həmrəyliyi var, fikir işlərini görüblər. Bunlara dövlət yaradılmalıdır. Harada? Şərq Anadoluda. Yəni, onların yaşadığı yer Şərq Anadolu idi. Burada yaşamırdılar bunlar. Bunların burada ərazisi yox idi. Şərq Anadoluda. Gündəmə gəlində ki, ermənilər bu yerləri istəyirlər, Şərq Anadolu, Türkiyə dedi, heç danışıq mövzusu ola bilməz bu. Ermənilərə dövlət bu ərazidə yaradıla bilməz. Və beləliklə, həmən o Xəlil bəy Mənteşə və bir də Vehib Paşa, buranı idarə edən Qafqaz komandanı, bunlar təklif edədilər ki, biz Azərbaycan ərazisindən, tutduğumuz Azərbaycan ərazisindən ermənilərə dövlət yaradılması məsələsini gündəmə gətirək. Gətirdilər. İndi həqiqət belədir. Bunu deyək ki, Türk xalqı elədi, xeyr. Osmanlı dövləti elədi, xeyr. Osmanlı dövlətinin iki siyasi dairəsi, iki qrup, iki fikir vardı. O fikrin biri yox, o birisi qalib gəldi. Qalib gəlində məcbur oldu Ənvər Paşa, dedi, o ki, belə fikirdəsiz, onda elə bir dövlət kanton yaradaq ki, kiçik, həyatı yaşamaq imkanı olmasın və Azərbaycan və Türkiyə torpaqlarının ortasında olsun. Göycə gölünün ətrafında, bizim Göycə gölündən o tərəfdə də Türkiyə torpaqları. Belə bir kanton yaradılsın. Bu fikrə onlar da razılaşdı. İndi bu fikir onlar razılaşmaqla həll olmazdı. Çünki torpağın sahibi Cümhuriyyət elan olunurdu. Artıq gündəmdə idi. 28-də Cümhuriyyət elan olmalıydı. Buna görə Azərbaycan tərəfinin razılığı olmalıydı. İndi baxın, ermənilərə İrəvan nə vaxt verildi? May ayının 29-unda. Cümhuriyyət nə vaxt elan olundu? 28-ində. 23-də deməli, Cümhuriyyət xadimləri Məhəmməd Həsən Hacınski, Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Nəsib bəy Yusufbəyev, ondan sonra bütün Cümhuriyyət xadimlərinin Aslan bəy Səfikürski, bunlar hamısı imza eləyib Ənvər Paşaya müraciət elədilər ki, ermənilərə kiçik kanton dövlət yaradılmasına biz razıyıq və İrəvan, onun ətrafındakı torpaqlarda ermənilər dövlət. Bunlar müraciət elədilər. İndi biz deyək ki, yox, bunlar müraciət eləməyiblər, sabah, çünki danışıqlar gedirdi Osmanlı tərəfi ilə erməni tərəfinin arasında. Azərbaycanlıları da diktə eləyirdilər bizimkilərə. Ortalığa sənədi qoyacaqlar, Batum konferansının materiallarını
Çünki erməni tərəfi ilə Türkiyənin müqaviləsi var. Ortalığa qoyacaqlar ki, siz razılıq veribsiniz buna. Yəni bu məsələ bu cürdür. Akademik Yaqub Mahmudov deyir ki, Azərbaycan tərəfi güman edirdi ki, bu addım həm də böyük dövlətlər tərəfindən rəğbətlə qarşılanacaq. Çünki danışıqlar zamanı Azərbaycan ərazisində dövlət yaratmaq üçün ermənilərə torpaq veriləcəyi halda erməni tərəfi Azərbaycan və Osmanlı tərəfləri qarşısında bir sıra öhdəlikləri yerinə yetirməyi üzərinə götürmüşdü. Şərtlər nədir? Şərtlərdən əsas şərt o idi ki, məsələn belə qoydular ki, biz o 9000 kvadrat kilometri veririk. Bunun əvəzinə yaranan Ermənistan Respublikası, ilk dəfə erməni dövləti yaradılır. Ararat Respublikası Şaumyanın başçılıq elədiyi bu soyqırımı cəllatlarını onları buradan çəksinlər, Azərbaycan xalqının təhlükəsizliyi təmin olunsun. Bax, bir şərt bunu. Bu ağır məsələ idi. Azərbaycana nəzarət eləmirdi. Xalq Cümhuriyyəti elan olundu 28-də. Harada? Tiflisdə elan olundu. Gəldilər Gəncəyə, torpaqlarımızın hamısı quldurların əlində idi. Şaumyanı buradan çəksinlər. İkinci şərt ondan ibarətdir ki, bizə bir də ərazi iddiaları irəli sürməsinlər. O cümlədən Qarabağa. O biri şərt bundan ibarətdir ki, Andranik falan bu daşnaq cəllatlarının tərk-silah eləsinlər. Bu, Azərbaycan xalqına qarşı bu soyqırımlara həyata keçirilməsin. Dördüncü şərt ondan ibarətdir ki, yaradılan bu Respublikanın ərazisində Azərbaycan xalqı ermənilərlə eyni hüquqa malik olmalıdır. Təhsil, dil, ibadət, hər bir şeydə eyni hüquqa malik olmalıdır. Bizim orada müftimiz İrəvanda oturmalıydı. Bizim məscidlərimiz fəaliyyət göstərməlidir. Bizə orta məktəblər tikib verməliydilər dövlət hesabına. Məktəblərimiz açılmalıydı. Dini müəssisələrimiz olmalıdır. Xeyriyyə cəmiyyətləri olmalıydı. Cümhuriyyət bu şərtləri qoydu və sonuncu əhəmiyyətli şərtlərdən biri də bu idi ki, bir halda ki biz torpaq veririk, onda bu yaranan erməni kantonu bizlə konfederativ dövlət olsun. Yəni, bizdən bir yerdə dövlət hüququna malik olsun. Bax, bu şərtləri qoydu. İndi bu şərtləri mən ona görə deyirəm ki, bu şərtləri aşmaq lazımdır ki, Cümhuriyyət xadimləri bu şərtləri tələb edib ortalığa qoydular. Və bu şərtlər də imzalandı. İmzalandı Türkiyə ilə Ermənilər Şurası arasında. İmzalandı və ermənilər vəd elədi buna. Və ərazilərimiz də pozulmamalıdır. İmzalanandan qabaq, bizim Cümhuriyyət elan olunan 28-dən qabaq məsələlər həll olmuşdu. 28-də Cümhuriyyət elan olunan kimi o razılıqları Batum müqaviləsinin şərtlərinə əsasən ermənilərə 29-da bu torpaq verildi. Bax, budur tarixi həqiqət. Amma həqiqətin o biri tərəfinə indi bizim üçün maraqlı olan tərəfi nədir? Bu məqsədlə ermənilər nail olan kimi, Respublika elan olunan kimi Ararat Respublikası o Batum konferansının şərtlərindən bağlanan müqavilənin hamısını imtina elədilər. Başladılar o ərazidə soyqırımı. Nə məktəb açmaq, nə məscidləri qorumaq, nə müfti. Bu məsələlərin hamısını atdılar bir kənara, başladılar xalqı məhv eləməyə, qovmaq oradan. Ermənilər çox keçmədən Batum müqaviləsinin şərtlərini pozaraq Azərbaycan torpaqları hesabına öz ərazilərini genişləndirməkdə davam etdilər. 1998-ci il mayın 29-da 9000 kvadrat kilometrlik Azərbaycan torpağında yaradılmış Ermənistan dövləti müxtəlif dövrlərdə Sovet imperiyasının birbaşa köməyi ilə daha 20,8 min kvadrat kilometr Azərbaycan torpağını ələ keçirərək ərazisini 29743 kvadrat kilometrə çatdırdı. Bütün bunlarla kifayətlənməyən təcavüzkar Ermənistan 1988-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ və ətrafındakı rayonlardan ibarət daha 17 min kvadrat kilometrlik ərazisini işğal etdi. İnsanlığa qarşı misilsiz vəhşilik aktı olan Xocalı soyqırımı törətdi. Bütün bunları nəzərə alaraq akademik Yaqub Mahmudov Azərbaycan xalqının İrəvan və ətrafındakı torpaqlara tarixi varislik hüququ ilə bağlı məsələ qaldırmasını vacib hesab edir. Tarixçinin fikrincə, erməni tərəfi 1918-ci il Batum razılaşmalarının və Batum müqavilələrinin bütün şərtlərini bir tərəfli qaydada pozduğu üçün və bununla da göstərilən müqavilələr öz hüquqi qüvvəsini itirdiyinə görə Azərbaycan Xalq Cümhuriyyətinin qanuni varisi olan Azərbaycan Respublikası adekvat addım atmalıdır.